somatik sistemi 3-4 yaşında miyelинləşəcək tam somatik. Aydındır, aydındır. Amma beyində 50 milyard neyron var. O 30 yaşına tana ağıllanacaq. Rəşid müəllim, siz sadə həqiqətləri çevirdi sağlamlıq verilişinə. Bax bizim sağlam böyüməyimiz üçün and olsun Allaha buradan deyirəm o su buraxan insanlara. Əgər suyu yodlaşdırsanız 40 ildən, 50 ildən sonra bizim uşaqlar ən böyük kəşflər bu Azərbaycanda olacaq. Nə üçün? Çünki günəş bizdə, bütün ən böyük xunalar bizdə, düzdürmü? Bəli, bizim bəli. xunamızdan geniş yox, bütün vitaminlər bizdə. Deməli, ən savadlı adamlar bizdə olacaq. Yəni içməli suya yod qatmaq lazımdır. Paltar yuyulan suya nə lazımdır tökülürsə? Çinməyə suya nə lazımdır? İçməli suya. İçməli su butulkadan olmalıdır. Bəli. Mən deyirəm ki, yodsuz su buraxmaq nəinki olmaz, qadağan olmadı. Hətta cinayət olmalıdır. Çox maraqlı söhbət edirsiniz. Mən heç bilməzdim ki, yodun çatışmamazlığının bizim psixikamıza belə təsiri var. Yod neynir bəyəm? İstəyirsən onun da səbəbini deyim. Onu deməyin. Yoxsa verilişimizin adını dəyişməli olacağıq. Sadə həqiqətlər yox, sağlamlıq. Yalandan and içmək, bu nədir? İnsanın mənəviyyatının ölməsidir. O çoxdan ölüb. Şəxsiyyətini itirmiş adamdır. Şəxsiyyət bilirsiniz nədir? Şəxsiyyət olmalıdır insan. Bilirsiniz nətərdir? Beyində hər nə desən onun mərkəzi var. Yalan danışma mərkəzi, doğru danışma mərkəzi, musiqi mərkəzi, nə bilim coğrafiya mərkəzi, tarix mərkəzi, matematika mərkəzi, nə bilim nələr. Nə desən mərkəzlər var orada beyində. Assosiativ mərkəzlərdir bunlar. Çox vacibdir. Gəlin beynimizin yalan danışma mərkəzinə müraciət edək. Görək orada nə var, nə yox. Yalanla sevirik. Yalanla evlənir. Nədən sevirik yalanla? Bu filan kəsin qızıdır, onun dədəsinin pulu var, alaq onu uşağımıza. Elçi gedirik. Ay kişi, hamısı deyir, boylu puxunlu, qəşəng, gözləri, qaşları. Heç deyən yoxdur, bunun ağlı var mı, yox mu? Heç soruşan var mı sən canım? Qızın ağlı var mı? Soruşan yoxdur. Soruşan yoxdur. Yoxdur. Rəşid müəllim, indi hardan tapılsın? Boylu, buxunlu, gözəl və eyni zamanda ağıllı. Bu soruşulmalıdır. Amma bizdə boya puxuna fikir verirlər. Formaya fikir verirlər. İnsanlar düz anlamalıdırlar ki, yalan danışmaq olmaz. Yalan danışan qızın dili kəsilməlidir. Yalan danışan kişi hesab olunmamalıdır. Bəli, kişi hesab olunmamalıdır. Kişi sözünlə, o düma gəlib buradan keçəndə bilirsiniz ki, Qafqazlıların sözləri qanun dolarla heç vaxt müqavilə bağlama. Müqavilə bağlamaq lazım deyil onlarla. Söz verdi, kişidirlər onların sözünə düz çıxacaqlar. Söz verib yerinə yetirməmək. Bəs bu nədir? O adam mən kişi hesab eləmirəm. Bir əhvala söyleyeyim, bir dəfə mən deməli işdən evə gedirdim. Bir adamın işi düşmüşdü, onun işini nəsə gedib xahiş eləyirdim. Mən tanıyırdım onu. Deməli, yağış yağır. Oğlum da taksi ilə yanına keçir. Dedi ki, ay papa, nə gəl otur buraya maşına gedək. Sən niyə burada durursan yağışın altında? Dedim, oğul, gözləyirəm. Kimi gözləyirsən ay papa falan. Deyir, ey ay papa, hər şalvar geyinənə sən kişi deyirsən ay papa. Gör kimi gözləyirsənsə. Mənim oğlum məndən ağıllıymış. O dedi, gəlmədi, onun işiydi. O adamın öz işiydi ki, mənə söz verib filan yerdə. Onlar kişiliyini itirmiş adamlardır, şəxsiyyəti. Niyə itirirlər, niyə? Məsələn, indi onlara denən ki, sən, indi onların üzünə denən ki, sən kişi deyilsən, ha? Öldürərsən, hə? Bəli. Bəs onda niyə onda bu hərəkət edir? Bu hərəkət edir, bilirsən nətərdir? Deməli, bilmir də nəysə, qaydaları bilmir də. Qaydaları da bilmir. O neyron var, ha, o formalaşmır fələ. Yoddaşmır. Yox, hər şey gəlin neyrona bağlamayaq. Yox, hamısı neyron. Yox, elimdən kənarda heç nə yoxdur. Xahiş edirəm. Elimdən kənarda heç bir hadisə yoxdur. Həyatınızda kiməsə şillə vurmusunuz? Vurmuşam. Yəni, mən o adama şillə vurmuşam, çünki başqa çıxış yolu yox idi. Oğluma vurmuşam. Dözə bilmədim. Sonra peşman olmuşsunuz? Hə, peşman olmuşam. Nəyə görə vurmuşsunuz? Nəyə görə? Denə nə? Balaca bacısı var, Aynur.
Elə bil dəf çalır bunun başında. Top patarap başım. Bu da ağlayır. Bu ha gözünün yaşını tökür. Ha, Kim tappa taraf edir? Oğlunuz? Oğlum. Oğlum böyükdür. Balaca bacısının başında tappa taraf. Top taraf diyor. Dəf kimi çalır. Hey, Neçə yaşı var idi onda? balaca idilər. Bir 4-5 belə. Olardı çox. 6 yaş olardı. 6 yaş. Bax belə onda dözənmədim də. Demişəm eləmə yenə bir dənə şillə. Ondan sonra da eləmədi. Şillə dəyəndən sonra eləmədi. O şillə indi yadında neçə yaşı var indi? Nə oğlumun 40 neçə yaşı, 41. Yadındadır o şillə. Əlbəttə yəqin. Sizin yadınızdadırsa onun da yadında qalır. Yəqin ki qalar. Rəşid müəllim, mənəviyyatın gigiyenasından danışaq. Mən tibblə mənəviyyatı birləşdirdim. Həkim olduğunuza görə. Ailə təmiz olmalıdır. Ailə yalanla danışsa, bir ailədə nığ-nığ varsa, elə qızlarımız var ki, öylərindən çıxıb getmək istəyir. Atasıyla anası yola getmir. Bu maraqlı mövzu. Bax, həqiqətən deyirəm. Qız ərə gedir, 15 yaşı var, 14 yaşı var, getmək istəmir. Lap 20 yaş olsun. Öydən necə eləyim çıxım, rədd olum gedib. Çünki atasından da narazıdır, anasından da. Və atasından da betərinə rast gəlir. Və ona ərə gedir. Kim olur olsun ərə getmək. Ərə getmək xatirinə yox, bu evdən çıxmağın xatirinə gedir. Aha. Mən sizə bir əhvalat söyleyeyim. Mənim bir tələbəm vardı. Sovet dövləti dağılmışdı. Adını deməyəcəm ancaq. Çox xahiş edirəm, soruşmuyorum. Soruşmuram. Tələbəm bir günləri gəldim, gördüm çox belə zad. Dedim, filan kəs, pagoda pasmur niyə, nə belədir? Uşaqlar dedilər. Yəni hava tutqundur. Hava tutqundur. Niyə belədir? Yəni kefi yoxdur ha bunun. Çox deməli pırpızbaş bir oğlan idi. Çox da bir dəfə oxuyanda nə tər savadlı oğlan idi. Dedim mən, nə olubsa kefin yoxdur mu? Dedi heç. Tələbələr qayıt dedi, Rəşid müəllim, onun 3 gündür kefi yoxdur. Dedim sən mənə deməlisən. Uşaqların içində demədim. Fasiləyə çıxdıq, fasilədə soruşdum. Dedim nədir, nə olub sənə? Dedim mən özümü öldürmək istəyirəm. Dedim niyə? Deməli Sovet dövləti yıxılıb Azərbaycanda. Allah göstərməsin. Bütün fabrikalar, zavodlar hamısı bağlandı. Özünüz bilirsiniz, o dövrü yaşamısınız, mən də yaşamışam. Deməli bunun atası anası da injinirdi. İkisi də işsiz qalıb, evə bir manat gətirən yox. Bu adam Sumqayıtda yaşayır, bu Medusda gəlməyə pul yoxdur. Bu pul verməyin də, pul verə bilmədikləri üçün öydə qırğın gedir. Qırğın gedir öydə. Bu da gəldi dedi ki, belə-belə, bu uşaq mənə söylədi ki, belə, mən özümü öldürəcəm. Deməli, Sumqayıtda nə var? 90-cı ilin əvvəlidir də. Hə, 90-cı ilin əvvəlləri. Orada bir park var. O parkda gedib, özü kəndir alıb, kəndirin o boğazına keçirilən yerini alır, oraya keçirib, ikinci gün dərs. Deməli, ikinci gün dərs, 5-ci gün özünə sacaq. Nəzərdə tutub bu. Dedim, sən nə danışsam? Dedim, mən oraya qoymuşam filan, mən getməyəcəm. Dedim, mənim cimdə 30-40 manat pul vardı. 5 manat saxladım, qalanını verdim. Mən deyən kimi uşaqlar arası töküldü. Uşaqlara dedim, mən tələbələrə deyəcəm, dedi. Tələbələri dedi, yığıldıq qız, oğlanı, xeyli pul elədi. Dedim, bundan yara sağalmır. Yəni bu deməli özünü asmaqdan qabaq gəlib sizə dedi ki, mən özümü asım. Demir, ayşı, demək istəmir. Deyirsə axı siz... Nəyə görə dedi? Zor, mən məcbur elədim onu. Kefi yox idi. Niyə yoxdur kefi? Uşaqlar dedi, 3 gündür yoxdur bunun kefi.